Əziz izləyicilər, indi sizə danışacağım rəvayət xanımların xoşuna gələcək. Kişilərin isə biraz xətrinə toxuna bilər, amma xətrinə toxunmağa ehtiyac yoxdur. Hərə özü üçün bir nəticə çıxarsın. Deyir, kəndlərin birində bir cütlük yaşayırmış. Bu kişi hər gün gedib məsciddə namaz qılırmış. Məsciddə namaz qılıb qayıdıb gələndən sonra arvadın kürəyinə götürüb gəzdirərmiş. Bu hər gün belə eləyirmiş. Bir gün belə, 2 gün belə bu minvalla bu 3 il bu vəziyyət davam eləyir. Axırı kişi yığılır boğaza. Deyir ki, mən nə vaxta kimi elə səni kürəyimə alıb gəzdirəcəm, artıq mən bundan bezmişəm. Belə yaşamaq istəmirəm. Ona görə çıxıb gedirəm. Bəli, kişi evdən çıxıb gedir. Az gedir, çox gedir, gəlir bir obaya çıxır. Görür, burada 2 nəfər kişi var. Bu da qoşulur bunlara. Bu kişinin biri bir gün əlin qaldırır Allahın dərgahına, Allahdan yemək istəyir. Görür ki, bunun duasından sonra Allah Teala buna bir çeşid yemək göndərdi. İkinci gün sıra çatır ikinciyə, ikinci də əlin qaldırır Allahın dərgahına, Allahından yemək istəyir. Buna da Allah Teala bir çeşid yemək göndərir. Üçüncü gün buna sıra çatanda bu da əlin qaldırır Allahın dərgahına, Allahına dua eləyir. Bu dəfə 3 cür çeşid yemək gəlir. Bu yoldaşları baxır, mətər qalırlar ki, bu nə tər dua elədi ki, buna 3 çeşid Allah Teala yemək göndərdi, bizə bir çeşid yemək göndərirdi. Və bu kişidən soruşurlar ki, qardaş, sən nə tər dua elədin ki, Allah Teala sənə 3 çeşid yemək göndərdi, bizə bir çeşid yemək göndərirdi. Deyir, heç nə, mən elə dedim ki, ey Allahım, bu mənim yoldaşlarım hansı səbəblə sizdən ruzi istəyirsə, mənə də onların xətrinə bir yemək göndərginə. Belə dua elədim. Deyir, bəs siz nə tər dua eləyirdiniz? Deyir, biz dua eləyəndə falan kətdə bir evli cütlük var. O kişi o qədər səbirli, təmkinli, xeyirxah kişidir ki, hər gün gedib məsciddə namaz qılır və namaz qılıb evə gəldikdən sonra öz arvadın kürəyinə götürüb həyətdə gəzdirir. Biz dua eləyəndə onun xətrinə Allah Teala'dan yemək istəyirdik. Kişi deyir, ey dad, gör mən nə etmişəm, mənim nə qədər hörmətim var imiş ki, Allah Teala mənim xətrimə bunlara yemək göndərirmiş, tez başlı olub, qaçır gəlir evə, qapını döyür, arvad qapını açır. Arvad qapını açır, arvad qapını açan kimi bu əyilir aşağı, kürəyin göstərir, arvada deyir ki, arvad, min kürəyimə səni gəzdirəcəm. Arvad deyir, yox, minmərəm. Deyir, niyə? Deyir, o, sən bilmədiyin vaxtlar üçündür. İndi artıq sənə hər şey məlumdur, sən hər şeyi bilirsən, daha bundan sonra sənin kürəyinə minməyəcəm. İndi, qardaşlar, bizə çətin və əzablı görünən hər bir şeyin arxasında hansı xeyirxah əməllər durur, onu biz bilmərik. Onun ən yaxşısını Allah Teala bilir.
İndi biz həyatda hər bir çətinliyə qarşı öz təmkinliyimizi göstərməliyik. Amma məndən inciməyin ha, elə bilərsiniz ki, mən deyirəm, arvadları götürün, dalınıza gəzdirin. Amma bu məcazi mənadadır. İndi hər kəsən öz məntiqi nəticəsini bu rəvayətdən çıxarsın. Allah sizi xoşbəxt etsin. Sağ olun, var olun.